Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mən batta'a bihi aməluhu, ləm yusri' bihi nəsəbuhu. Atasına, babasına, əmisinə, dayısına, filan kəsinə güvənənlər və bu hədisə yaxşı qulaq asınlar. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim əməlinə görə Allah qatında nicat tapmasa, əsl nəsəbinə görə ona keçilməyəcək. Allah Teala sənə bağışlamayacaq atava görə, bağışlamayacaq vəzifəli dayıva görə, Allah sənə bağışlamayacaq kimin nəyisən, buna görə yox. Udxulul cənnətə bimə kuntum tə'məlun. Əməllərinizə görə girin cənnətə deyəcək. Və la təziru vaziratun vizra uxra. Heç bir günahkar başqasının günah yükünü daşımayacaq. Özün, sən, tək Allahla qalacaqsan, Allah sənə danışdıracaq. Sənə suallar verəcək. Təsəvvür elə aləmləri Rəbbi olan Allah. Muhammed sallallahu aleyhi ve sellem xəbər verib ki, sizdən elə biri yoxdur ki, Allah Teala onunla tək bətək arasında heç bir tərcüməçi olmadan danışmasın.